Hazırsınız. İlk növbədə təşəkkür edirəm. Sizin gündə bizə vaxt ayırıb gələdiniz. Yəni, nəzərə alın ki, biraz gec başladıq, amma düşünürük ki, Məlullahi bildiyiniz kimi göstərilir ekranda Azərbaycan Sürüdə Hökumət Təşkilatı və Əsarı Birliyi tərəfindən müəyyənləşdirilən alternativ enerji keçid, ekoloji iqtisadi, qlobal istiləşmə qarşı faydalan tədbiri. Çünkü bilirsiniz ki geçen yıl COP29'da Azerbaycan ve Azerbaycan'da kesildi. Bundan sonra da bu prosesin içinde kifayet kadar Azerbaycan öz mühimleri koruması mühim hakkını artmalıydı. Bunlara gelen düzenlelerdir ki, devletin maraqlılardır ki, bu proseslerin içinde olsun ki, hansısa bir formada prosesleri ciddi iştirak etsin. Tabii ki bu alternatif enerji neden birinci ödülmenin meydana geldi. Sanayi inşaatı kifayet gerçeklerinde yarattı. Karbon gazı verilir, karbon dioksit var. Yani onun böyle değil, artması təbiətdə müəyyənlər, atmosferdə kifayət gerçeklenmeleri, istiləşmələr, panik istiləşməsi əmələ gətirir. Yəni bu da panik istiləşməsi güneş enerjisi şu arasını verir. Yerdeki o zəhərli gazları onun geri qaytarır, geri yolundan yukarı artır və müəyyən istiləşmələr və müəyyən xərcatırlar meydana gəlir. Və bu təbiəti gələcəyə sağlamalara görə kifayət qədər hər qarşı alınmazsa qarşı alınmazsa kifayət qədər risk altında yerləncə və dünya şəkildə yerləncə onun içində düzə olmaq şəklində. İkinci bir məsələ bundan ibarət ki, bizim əsasən neft qaz ölkəsi və bunun ixracından sonra Bərxon enerjiyə görə kiçik bölgəyə bizə onun imkanı verir ki, alternativ variant təşkil olunur. Çünki dünyada böyük bir çox ölkələr belirlə daha çox alternativ enerji üstünlüyü verirlər. Təşəkkür ki, əgər onlar alternativ günəş türləri, külək və başqa alternativ vasitələrdən istifadə edəndə əsasən bir məsələ olacaqdır ki, onlar için neft alımının çok azalır veya azalmış azalır. Yani alternatif enerji onu üstlenirler. O bakımdan biz hem indidən özümüzü gələcəyini bulduk ki, özümüzdeki yanlarsa enerji bakımından özümüzü təmin edək. Hem de enerji satışından belediye. Bu sahədə də bizim belediye meydanlı olacaq. Bilirsiniz 2030 ildə Azərbaycan hökumətinin xaricə Bərxon enerjisindən bağlı satılmalı dənlərdən üzərindən Avropaya Bərxon ilə alınan elektrik satılacaq. Yəni bununla bağlı kifayət qədər böyük işlər gördük. Bilirsiniz ki, Qaraqağ və Mastar 30 kilovatlik güneş panellərini ibarət Bərxon enerji mərkəzi yaradır. Hal-hazırda da Çin, Nefsala və başqa Abşeronda külək turbinləridir. Yəni kifayət qədər böyük layihələr həyata keçirilir. Yatırımlar var. Bizim sizinlə təbliğ kesilməyə dəstək məsələmizdir. Yəni burada böyle bu deyil ki, bəlkə bizim niyə vətəndaşlarımızı üst tuturuq ki, niyə görə bu istiqaməti təbliğ edilir? Əsas məsələ sizin maraqlarından tərəfə ən çox bilən ki, bilirsiniz ki, kifayət qədər arasından ən çox buna bağlı təbliğat aparsan, iş adamlarına ki, və üstünlüyü yavaş-yavaş belə deyək, bu enerjiyə versinlər. Mən bugün qədər hansılar yolların üstündə bir restoranda da görürüm, güneş panelləri qarşılamışlar. Yəni ki, o da soruşum oyanmışdır, elektrikli razı deyil. Nəzərə ki, Azərbaycanda güneş enerjisi varsa, güneş il boyu olurdu, yəni buranın bizim belədiyələr biz çox güneşli günümüz olur. Güneş deyəndə də elə fikirləşmək ki, güneş çıxmalı, hava şirulsa o paneller işleri fazla.
Abşeron rayonunda bir dəniz kənarı yerləşsə, əsasən Şükür Qurulu'na olundu. Dağ çaylarında da təbii ki, onlarla da dağ çaylarında olan yerlərdə də Xəzər yanlarının əlləşdirdi. Yəni, bununla bağlı işler görülür. Bilirsiniz ki, Bakı yönü görüşü yol kənarında, dəniz kənarında Şükür Qurulu'na uğraşdırılır. Ulan sayı artırılsa istərsiniz. Bundan başqa bizim əsas yenə deyim, məsələ birinci məsələ qardır ki, bununla bağlı biz bu nəsil suallar qoyulur burada, bəzilərlə doldurur, tanış olur. Biz bu nəsil bununla bağlı və sizlər nə düşünürsünüz? Yəni, bunu sizdən belə deyil. Soru-soru çıxılan düşünəcək ki, belə sizlər nə düşünürsünüz? Bununla bağlı çətinlikləriniz nədir? Yəni, aracılar əsasən marağındadır ki, elektrik mobilləri keçirilsin. Əsasən, iqtisadi tərəfə baxanda çox xeyirlidir. Tutaq ki, Bakıdan 100 km məsafə maşın 8 litr benzin işlədirsə, 8 manat edir, 9 manat edir. Amma ki, bunu elektrik mobillərsə bunu 7 manat. Yəni, bu baxımdan da belə deyil. Amma təbii ki, elektrik mobillər keçməsi bunun bazası farklı olmadığına görə cəma marağında deyil. Yəni, bunun texniki xidmətlərindən tutunuz doldurulmasına qədər hələ ki, kifayət qədər bazı yerləşdirilmir, yaradılmır. Təbii ki, bu da yaradılması yenə dediğim gibi yeni iş yerləri açılmalıdır. O işi bacaranlar mütəxəssislərin olmalı, tekniklərimiz olmalı, mühəndislərin olmalı. Hər aslında doğrularının evində uşaqlar yaxınlar arasında məktəbdə okuyanlar istiqamət verəndə bu istiqamət bizim gələcəyin istiqamətidir və həm özünün iş yeri rahat təmin edilir, həm də gələcəyini çox mümkün edilir. Bu sahə daha da inkişaf edəcək. Bizdən qabaq belə deyil. Bu xarici ölkələrin mətbuatını ən çox izlədiyimiz bu istiqaməti deyəndə, onlar bizdən qarşıdan qabaq olur. Biz sadəcə bunun plastik güneş panellərsə, onların müəyyən rolunlar formasında yaradılırlar. Müstəqil formada hər müəyyən daha effektiv istifadə edilməsi, tankların üstünə, elektrik xətlərin arasında. Yaponiyada tutaq ki, betonun döşəməsinə icadırlar ki, özü enerji. Yəni, müstəqil variantları işləyirlər. Bu, hər ölkə belə öz alimlərini, öz texniklərini bacarına maksimum istifadə edək, istiqamətdə belə fəaliyyət göstərir. Elə ölkələr var ki, həmin yolun arasında panellərimiz var. Yəni, xətarların hərəkətində müəyyən enerji həmin mənbələrdən istifadə edirlər. Kifayət qədər effektiv bir sahə. Bizim üçün, yəni bu baxımda da bu sahədə bizim Azərbaycan hələ ki, Bakı'nın özünün kifayət qədər məlumatı yoxdur. Yəni, COP29-dan sonra da hökumətin marağındadır ki, bu istiqamətdə layihələr həyata keçsin. Ən əsası da vətəndaşlarımızın, burada oturan hər kəs bununla bağlı nə düşünür, bizim üçün önəmlidir. Çünki sizdən gələn təklifləri biz toparlıq ailəti qurumlar təqdim edirik və onlar da müəyyən bu istiqamətdə hansı işləri görülməlidir, onu belə qərar verəcəklər. Məsələn, burada iş adamlarından varsa belə də, onlar üçün maraqlıdır bu sahədə, bu istiqamətlər yəni uğraşdırılması düşünə bilərlərmi, ya düşün. Bunun için nələri çatmı, maddi ola bilər, diyərsiz maddi, amma ki, biznes kurumsansa təbii ki, müəyyən qədər bunlara hesablanır oluyor. Gəl fərdə adamlar başlarlar, bəzi yerlərdə söz-söz gəldirlər, onu belə deyək. O da maarifsizliyin, maarifləndirmənin olmamasından ki, hətta deyirlər ki, ölkələr uzaqda verirlər, panellər, dərməliyir, nəsələr söz-sözə eşitmişdir, bizə satmışdır. Amma əmin olun ki, bununla bağlı heç bir qadağan yoxdur, əksinə qanunlarda ümumlaşır var, kifayət qədər bizə yenə dedim, xaricdən gəlməsinə verilir ki, qiymətlər ucuz olsun, bir panelin harsa 200-dən başlayan müstəqil rəqəmdən 200-dən 4 arasında dəyişdir. Yəni, biz düşünürük ki, bu sizləri də müvaziyyətin keçəsindən, müvaziyyətindən görüşəsiniz, ondan sonra ikinci sənəli təqdim edilsin. Sadəcə təqdim davam edilsin. İstəyərəm buna var da, bundan sonra sizinlə maraqlandırırsa, o bir sual dolduranlar qərarı qarşısında çıxdığında suallar olarsa, fikrinizi görürüzdəki, bizimdəki sizinlə maraqlandırır.
yani ki yine de siz istenen sormalarından burada yeni bir sahədeyim. Ben özümde bölgemi gəlirdim. Hal-hazırda Hizmet Nazirləri İşman Şuranı səhədəyimdən bizim də informasyonumuz onlardan aldığımız informasyonu. Sizin anlarında bu istiqamətdə fəaliyyət verilən bu enerji istifadə edilmək üçün hansı belə çətinlikləriniz var ya düşünürsünüz ürünlərlə, yoxsa bu barədə məlumatınız o dərəcədə yoxdur? Evə qoymaq üçün biz de yaxşı bir məsələ olmalı, yaxşı bir məsələ olmalı. Bizim bir layihəmiz var. Turizm kəndlər deyillərdə, Dağın kəndlər, başqa olan kəndlər, turizm kəndlər var. Onunla bağlı bir araşdırma var. Umanın kəndi qərib ayrılması var. Hətta orada deməli, o derece soğuk bir yerden de son maşına bahalı verdi, uzun maşına veriyor. Yani tutarı yardım ama ki gel bu istikamete gelecek ve bizim de esas bu istikameti götürme hem de kendileri tövsiye edilir ki tehlike fərqlərə daha çok önemlisinler. Çünkü gelecek en çoklar yani beyinle bağlı olan məhsullar. Yani bu sırf aşırı için değil yani. Bu sırf beyinle işleyen bir mesele. Onun sonra kifayət qədər bununla bağlı bizim farklı mesela mütəxəssisin günü çox az. Parmağında parmağına sahibinin şikayı varsa qalanları səhərə çıxar. Yəni burada təksir edirəm, sırf bunun uğraşdırılmasından deyil. Bunun xam malı kifayət qədər belə deyil də yayğandır. Yəni hər ülkə bunu əldə edirlər. Bunun uğraşdırılması deyilən muhtemelen güneş panelləri var. Xarici məsələsində oxuyur ki, rolun formasından da parmaq daşımaq, uğraşdırmaq 5-10 dənə şey. Arası 2 dənə karbon atılıb, xarici güneş panelini karbon edir. Başqa ölkədə deyim ki, yerə döşəyəni var deyən harası sizin döşüyoruz, damla tutmuş istədiği yerə qədər. Yəni, bu da mütəxəssislərin asıdır, ölkə mütəxəssislərine də ihtiyac var. Və yenə deyim, ən əsası biz bunu düşünürük ki, sahibkarlar arasında asıl yaratmalı ki, sahibkarların işin xeyli alırlar deyil, qiymət də aşağı çəkir istəsin. Əldə enerjiden az istifadə edirsə, satacaq məhsulun qiymət istəsin aşağı çəkir. Bu özümüzdə də səhvlərdir, hər tərəfdə səhvlərdir. Və bu yenə misal çəkdim bir yaxısıda, Azərbaycan bizə siyahı verirlər, 100 min, 200 min, 300 min sahibkar var ki, qadar borcu var. Amma ki, belə deyil, o məhsula təbii ki, onun təsir olacaq. Amma bunun 50 min xərç edib, ona uğraşdırsa, 30 min xərç edib uğraşdırsa, onun heç bir problem olmaz, özü yenə 50 min sözü. Burada 40-50 garanti verilir bu güneş panellerine. Bizde en çok güneş panellerine görülüyor. Yani Azerbaycan'ın da diye. Güneşe daha çok. Külay Akşeron yolcusuna yaptılar. Sayılar bizde bir sınıf çok azdı. Yani hem de onun böyle değil. Ulaştırması, çətin məsələdir. En çok da kentlerin sınıfına göre belki de efekti var. Bizim en çok böyle değil. Üzerinde bulduğumuz açığı külay ve külay turbinleri ve güneş panelleri. Ve bunu da fərdi evlərdə olmayan insanlar da uğraşdılar və ilgili maneələrlə yüzləşəcək təbii ki, bunlar nasıl gələr. İndi məsələn, bir gelin panellərini verir 200-dən, mən baxdım 200-dən 400 arası belə dəyişir. Panellərin ölçüsü nömrəyə görə dəyişir. Yəni, effektli bir şey. Yəni, əsas odur ki, bunu işə belə deyil, başlanılsın. Biz də düşünürük ki, hansı bir qrant formasında 200 saat kərəsində bunu uğraşdırsa, onlar onun effektini görsün, qonşular da baxar həvəslənər. Yəni, kimsə evində uğraşdırıla bilər, yəni, onun effekti belə qonşular görür ki, yəni bu istiqamətdə enerjinin bu istiqamətə keçilməsi hökumətin maraqlılar və biz olsa geçdiyi bu istiqamətə gedəcək. Yəni, bizdən asıl olmayan səbəblər çoxdur. Başqa örgün edirəm, sizinlə maraqlanırsa deyin, çünki mən ikinci bir şey hazırlaşım, burada bir onları göstərmək istəyəm. Və suallarınızı verin, yeni sahədir, mərhəli, məsələ qardaş dedik, effektivlik var yəni, o %100 yəni. Ekranda da görüntü belli yükləri, birləşdirmənin izinləşdirmələr, orada sertifikat araşdırılmasıdır, dövlət imkanları, yəni bu hamısını araşdırılır. İngilizcə imkanları, Azərbaycanın zonlarda vasitəsilə dəstək, xarici investorlar sakitləşdirilir, banklarla işləmə, yəni izləsin ki, beynəlxalq kompaniyalar
Asiya İnkişaf Bankı'da güneş panelleri uğraştırmak isteyen sahipkarlara aşağı faizlerden kredit vermeye hazırlanıyor. Bundan güzel bir məlumat verəcəklər. Bu arada maraqlıdır ki, biz istiqamətdə fəaliyyət edilsin, iş kurmaq isteyen sahipkarlara ifade eden güzəştlər olacaq, yani bank məlumatları bunlar. Dediğim gibi, Berton Enerji'nin geleceği, yani bunun müzgara değil, çok geride kalmamalı, yani farklı bizim bu aşağı götürse, Çin özünden karşı götürse, bunlar bizden belli bir sahnede bağlı. Yani onlara bilmiyorum ama farklı biz de mühendisler edilmeliyiz. Her devlet olarak ayarlar olmak istediğinizde, aslılığımızı olmak istediğinizde bu sayede inşallah güzel götürmeli. İş adamlarının en çok maraqlandığı sahne buradaki en çok mahalle meselesinde belediye tercih edilir. Biz de tasdikler 30 metre çekildi. Belki bunu söyleyeyim, devlet bölgesi sütüler verirse, mesela onu hesaplayıp yine iş bölümü olan hesaplayıp bunun yerine kaçırmış, yerine kazanmışlar. Bundan sonra aşağı faizlerle birlikte şeye gelirler. Yani her şey sütüyle başka en çok ona bağlı iş gibi ki aşağı faizden sütüyle verirsin. Dediğim gibi yani bu istikamette böyle daha hem maliyeti bulmaya maliyeti. Mesela maraqlandırırsanız yine bir soru sorabilirsiniz. Sizde böyle məlumatlar nədir sahiblər? Azərbaycanda bu yaxınlarda deməli bir görüşü oldu. Nazıyanın sahibkarlarla bir görüşü oldu. Bu rayona çıxmaq şərtlə ən çox bizdən boşluq bu sahəyə Xaçmaz, Quba, ən çox burada sahibkarlar var idi və dediyim kimi Xaçmazda bir böyük bir sahib. O dedi ki, ben farklı enerji istehsal edilen bütün işini keseceğim bu ki gece de satın hem de ağır istehsal edip satan hükümete iki başlı sargıcılar var. Ve iki başlı sargıcılar var. Hükümetle bağlı bağlıysan, gündüz çok istehsal ediyorsan da özünden al. Onu hükümete verirsen, gece güneş olmuyor, burada batarya uğraştırma. Batarya biraz pahalı şey. Belki onun maliyyələri çox olsa çox maraqlı ki, bataryada saxlasın, akşam olsun. Ya akşam bir hökuməti ona verildiğini qaytarır. Neyden? Hazır önceki gün hazır baxırdı, o şeyden bağlılarsan. Orada biraz sənətləşdirmə, biraz çətinliklə bağlı, daha küçük sayıqlar rüzgarlar uğraşdırırlar. Mən bir yıllarına deyirəm, çox şuna qaytarlar. Farklı o şey, 3-4 saatler orada bize okumamalı. Bu rayonda ben görmedim. Yani Şahran'dan da gördüm ama Şahran'da ben bir geograf restoranda görmüşüm. 15 tane panel kuruldu hayatımda. Sizin kapalısı. Bu yanda var yani. Şahran belki de olacak. Kesin bir şey yapmadım. Kanserler ama farklı en çok kaçmaz bu istikamete göre değil. Sahipşarlar daha çok. Kaçmazlar biraz kullanmış. O istikamete gelen iş adamları çok önemli. Her sahipkarla görüştüm. Yani o adam razı edildi yani. Mevcut kesilmiş adam. Yani çok yüzeye elektrik enerjisi var. Yani ama hükümet bu sefer 10 kilowatt enerji tasarımı için 5-6 bin şeydi. Ben bildiğim böyle parkın üstlenmesi için böyle bir park üstlenmesi için şu anda demiş. Ben şunu yapıyor, az bir şey. Elektrikler varsa onların yaşında. Şey bilmem. Yani her günlerine istifade edilse böyle, evde böyle istifade edilir. Evde ya 1 kilowatt, yarım kilowatt istifade edilir. Bir panel, 3 panel üstü olan Qarabağ'a gelmişti. Maksimum bu 2 tane çıkmamak. Ama ona beraber sularla yani evlerin sistemi təmin oldu. Yani 2 tane panel oldu. En çok evlerin. Ne olur böyle gördüğünü, şeyler daha çıktı. Mütehassisler daha bizi çalamadı. Ama sahipkarlar yani keçenden razı oluyor. İlkin mahalle değerli söyledi var. 50 yıllara yani sen şartlarla yeri gelmek nasıl değil?
Suallar var mı? Teşekkür ederim. Yine ben rahatsız şöyle resmi sinema şey değil. Yani ne kadar sözü yana sözü, genelde bu dersi okutun şahide sevdası, şöyle kızı verlersi, sorular verirlersi. Yani sorulara cevap verenler o verirsi daha yaxşı var. Sizler de üzerlerinde bu güzel. Çünkü bunlar yoxlanırsa hamısı